Здравствуйте, salam. Bugünkü dərsimizdə rus dilində işlənən v və na önlüklərini öyrənəcəyik. Bu mövzu çox vacibdir, çünki gündəlik danışıqlarda, yazılarda bu önlüklərdən tez-tez istifadə olunur. Dərs zamanı onların hansı hallarda işlədildiyini, aralarındakı fərqi və düzgün istifadə qaydalarını sadə nümunələrlə sizə izah edəcəm. Odur ki, dərsi diqqətlə izləyin, nümunələri mənimlə birlikdə təkrarlayın və sonda verəcəyim tapşırıqları yerinə yetirməyə çalışın. Və əgər dərs sizə faydalı olarsa, videonu bəyənməyi, kanala abunə olmağı və yeni dərsləri qaçırmamaq üçün bildirişləri aktiv etməyi unutmayın. İndi isə başlayaq. Azərbaycan dilində önlüklərin mənasını bildirən şəkilçilər söz sonluğunda işlənir. Rus dilində isə sözün əvvəlində yazılır. V və na önlükləri yer bildirir və где sualına cavab verən isimlərlə işlənir. V önlüyü əsasən qapalı məkanlarda, nəyisə içində, ümumi ərazilərdə işlənir. Na önlüyü isə açıq məkanlarda, üstü açıq yerlərdə, nəyisə üstündə, yığıncaqlarda, toplantıda, hadisələrdə işlənir. Və beləliklə biz başlayaq V predloqundan. Şkola, şkole, komnata, komnate, vaza, vaze. Gördüyünüz kimi biz V və ya na predloqundan istifadə etdikdə, где sualına cavab veririksə, yəni yeri bildiririksə, biz baxırıq sözün özünə. Əgər söz qadın cinsindədirsə, sözün sonundakı A-nı düşürürük, onun yerinə Y yazırıq. Və bu eynən bu qayda orta cinsdəki O ilə bitən sözlərə aiddir. O ilə bitən sözlərdə V və ya na önlüyü sözün önündə qoyduqda sözün sonunda O düşür, onun yerinə Y əlavə olunur. Bəzi orta cinsli isimlər var ki, Y ilə bitir. O zaman biz V və ya na predloqunu sözün önünə qoyduqda sözün sonunda heç nə dəyişilmir. Море, в море, кафе, в кафе, поле, в polе. Gördüyünüz kimi biz predloqdan istifadə etdik, lakin söz özü dəyişilmədən qaldı. Ümid edirəm bu məqamı siz yadda saxladınız və bura qədər sizə hər şey aydındır. İndi isə davam edək. İndi baxaq ümumi ərazilərdə bu önlüyü necə istifadə olunur. Город, в городе, парк, в парке, страна, в стране. Baxın, park deyərsiniz ki, açıq havadır. Niyə görə bu önlüyü istifadə olunur? Çünki park qapalı yer olduğuna görə o zaman biz parkda dedikdə V predloqundan istifadə edib parki deyirik. Bir məqam da yadınızda qalmalıdır ki, əgər söz İyə və ya İyə ilə bitərsə, V və ya na önlüklərindən sonra sözün sonunda İyə yazılır. Nümunələrə baxaq. Stansiya, на станции, здание, в здании, общежитие, в общежитии, kampanya, в компании. Gördüyünüz kimi İyə və İya ilə bitən sözlərin sonunda V na önlüklərindən sonra İyi yazılır. İndi isə gəlin öyrəndiklərimizi cümlə içində necə səsləndiyinə baxaq. Я сейчас в школе. Я буду сегодня гулять в парке. Рыба живет в море. Мои друзья живут в Москве. Мой друг живет в Baku. Gördüyünüz kimi Moskvada dedikdə biz Moskva sözünlə A-nın düşürdüyü yerinə Y əlavə etdik sözün sonunda. Amma Bakıda dedikdə Baku dəyişilmədi. V önlüyünü qoyduqda V Baku. Bu istisnadır. Bunu da yadınızda saxlayın. İndi isə gəlin keçək na önlüyünə. Az öncə qeyd etdiyim kimi na önlüyü üstü açıq məkanlarda istifadə olunur. Nəysə üstündə, hadisələrdə, toplantılarda, yığıncaqlarda, yazda, toyda bu zaman biz na önlüyü istifadə edirik. Və gəlin baxaq. Улица, на улице. Небо, на небе. Стол, на столе. Стадион, на стадионе. Диван,
Na divani. İndi isə gəlin bu sözlərə cümlənin içində baxaq. Кошка спит на диване. На небе летит самолет. Книга лежит на столе. Собака лает на улице. İndiyə qədər biz öyrəndik ki, v predloqu qapalı məkanlarda, na predloqu isə açıq yerlərdə işlənilir. Amma bu qaydanın istisnaları da var. Bəzi qapalı yerlərdə rus dilində v predloqu deyil, na predloqu işlənilir. Bu sözləri sadəcə yadda saxlamaq lazımdır. Остановка на остановке. Завод на заводе. Почта на почте. Telegraf na telegrafi. İndi isə gəlin bu mövzunu birlikdə məşq edək. Ekranda sizə bir tapşırıq görünəcək. Cümlələri diqqətlə oxuyun və düzgün cavabları seçin. Sizə 30 saniyə vaxt verirəm, sonra isə birlikdə düzgün cavabları yoxlayacağıq. Hazırsınız? Başladıq. Vaxt bitdi. Gəlin doğru cavabları birlikdə yoxlayaq. Birinci cavab v banke. Niyə? Çünki bank qapalı məkandır. Na uroki. Niyə görə na predloqu istifadə edirik? Çünki mən qeyd etmişdim ki, əgər toplantıdırsa, yığıncaqdırsa, bu hallarda na predloqu işlənilir. Dərs, urok. Biz yığışıb dərs keçirik. Hətta 2 nəfərdən ibarət belə olmuş olsa dərsimiz, müəllim və öyrənci, yəni yığışmışıq, dərs keçirik. Bu səbəbə də dərsdə dedikdə na predloqundan istifadə edirik. Na uroki. В книге, на крыше, на голове. Biz bunu v qalavədə işlədə bilərik. V qalavə və na qalavə dedikdə bunların fərqi nədədir? Biz v qalavə dedikdə bu o deməkdir ki, nəsə başın içindədir. Məsələn, v qalavə мысли, fikirlər başın içində və yaxud da v qalavə ideya, ideya başın içindədir. Bu hallarda biz v predloqu işlədirik. Ancaq na qalavə dedikdə bu o deməkdir ki, nəsə başın üstündədir. Məsələn, na qalavə şapka, papaq başın üstündədir. Yəni başdadır. Na qalavə volası, saç başın üstündədir, yəni başdadır. Yadınızda saxlayın, içəridədirsə v, üstündədirsə na predloqu işlənilir. Və son iki sözün doğru cavabına baxaq. В бутылке və stəkani. Əziz dostlar, bugünkü dərsimiz başa çatdı. Ümid edirəm ki, siz artıq v və na predloqlarını harada və necə işlədiyini daha yaxşı anladınız. Ən vacibi isə çox məşq etməkdir. Nə qədər çox məşq etsəniz, bir o qədər də tez öyrənəcəksiniz. Mən isə sizinlə sağollaşıram. Ümid edirəm ki, bugünkü dərs sizin üçün faydalı oldu. Əgər videonu bəyəndinizsə, zəhmət olmasa bəyənmə düyməsinə basmağı, rəy yazmağı və kanalıma abunə olmağı unutmayın. Sizin bəyənmələriniz və rəyləriniz mənə yeni dərslər hazırlamaq və sizinlə tez-tez görüşmək üçün böyük motivasiya verir. Növbəti dərslərdə yenidən görüşənədək sağ olun, hələlik.